Salam əziz izləyicilər, vektorlar, koordinatlar metodu mövzusundan hədəfin belə bir sınağı var. 15 sualdan ibarətdir. İndi onun izahına baxırıq. İlk növbədə baxırıq birinci suala. Birinci sualda vektorlar verilib. İkini A vektoruna vurur. Sabit A vektoruna vuranda hər bir koordinata vurmalıyıq. Yəni, 2-ni vururam -1-ə, 2-ni vururam 2-yə. Buradan alınır ki, koordinatlar -2, 4-dür. Üzərinə gəlirik bu koordinatların B vektorunu. B vektoru da 1, 5-dir. X-ləri 1 toplayırıq, Y-ləri 1. -2 üstəgəl 1, 4 üstəgəl 5. Cavab alınır -1, 9. Bizdən vektorun uzunluğunu istədiyi üçün kök altında -1-in kvadratı üstəgəl 9-un kvadratı 81 üstəgəl 1, kök altında 82 cavab olur B variantı. Keçirik indi ikinci suala. İkinci sualda vektorlar arasındakı bucağı soruşur və soruşur ki, bucaq neçə dərəcədir? İlk növbədə İkinci sualda vektorlar arasında bucaq neçə dərəcədir soruşulur. Vektorlar arasında bucağın düsturu kosinüs alfa bərabərdir. A vektorunun B vektoruna skalyar hasili bölək. A vektorunun uzunluğu vuraq. B vektorunun uzunluğudur. Gəlin birinci A vektorundan B vektorunun skalyar hasilini tapaq. A vektorunu vururuq B vektoruna. Skalyar hasili tapanda x1-i x2-yə, y1-i y2-yə, z1-i də z2-yə vurub cəmləyirik. Vurub cəmləsək, 2-ni 7-yə vurdum 14, 3-ü 2-yə vurdum 6, -5-i 4-ə vurdum -20. Yekun cavab 0 alınır. Artıq vektorların uzunluğunu tapmağa ehtiyac yoxdur. Çünki 0-ı nəyə bölsək, nəticədə 0 alırıq. Kosinüs alfa bərabərdir 0-a. Kosinüsün də 0 aldığı bucaq 90 dərəcədir. Cavab olur D variantı. Keçirik üçüncü suala. Vektorların hansı vahid vektordur? Vahid vektor uzunluğu 1-ə bərabər olan vektordur. İndi baxsaq A variantında kök altında 1-in kvadratı üstəgəl 1-in kvadratı bizə kökdə 2-ni verir. Bunu götürə bilmərik. B variantında kök altında 2-nin kvadratı üstəgəl 3-ün kvadratı kökdə 13-ü verir. Bunu da götürə bilmərik. Baxırıq C variantında -1-in kvadratı 1, 6-nın kvadratı 36, kökdə 37 eləyir. Bu da ola bilməz. Onda baxırıq D variantına. Kök altında 2-də 1-in kvadratı üstəgələk kökdə 3 böl 2-nin kvadratı bərabərdir. 4-də 1 üstəgəl 4-də 3. Bu da 4-də 4 eləyir. O da 1-ə bərabərdir. Deməli, düzgün cavab D variantıdır. Keçirik dördüncü suala. Nöqtələrdən hansı funksiyanın qrafiki üzərindədir? Bir-bir nöqtələri x və y-in yerinə qoyub yoxlayaq. A variantını yoxlasam, x-in yerinə 2, y-in yerinə 1 yazıram. 3 vur 2 çıx 7 bərabərdir -1, amma bizdə 1 alınıb, ona görə bu deyil. B variantını yoxlayaq. 3 vur 1, bu x-dir, bu y-dir. Çıx 7, bu -4 eləyir. Bunu da götürə bilmərəm. Hər ikisini atıram. X, y. İndi yoxlayırıq C variantını. 3 vur -2, çıx 7 bərabərdir -13 eləyir. Bunu da götürə bilmərəm. Keçirəm D variantına. 3 vur 2, çıx 7 həqiqətən də -1 eləyir. Y-i -1, x-i isə 2 olan cavab olur D variantı. Keçək 5-ci suala. 5-ci sualda A və B vektorları verilibdir. 2A plus B vektorunu x və y vektorlarından ifadə edin. İlk növbədə sabiti A vektorunun hər bir koordinatına vurmalıyam. Onda 2-ni A vektoruna vursam, 2-ni həm 2x vektoruna vururam, həm də 2y vektoruna vururam. Alınır 4x vektoru üstəgəl 2y vektoru. Bundan B vektorunu toplamalıyam. Demək, 4x vektoru üstəgəl 2y vektoru üstünə gəlirəm. B-nin daha doğrusu x-y-lə ifadə olunan vektorlarını. X vektoru çıx 3y vektoru. 4x-la bir dənə x-i topladım. 5x vektoru. -3-dən 2-ni çıxaram. -3-lə 2-ni toplayaram, yəni -1. Yazmırıq, elə birbaşa y vektoru. Cavab olur B variantı. Keçirik 6-cı suala.
Bu düz xətləri apsisi 2 olan nöqtədə kəsişir. Deməli, apsis x-in qiymətidir. X bərabərdir 2 olan nöqtədə kəsişirsə, gətirib ikinci tənlikdə x-in yerinə yazaram 2-ni, y-i taparam. Buradan y-i aldım 3. İndi gətirib birinci tənlikdə x-in yerinə 2 yazaram, y-in yerinə də 3 yazaram və buradan a-nı tapmış olaram. 3a bərabərdir 16 çıx 4-ə, 3a bərabərdir 12-yə, a da bərabərdir 4-ə. Bizdən a-nı soruşurdu, düzgün cavab a variantı olur. 7-də vektorları perpendikulyar vektorlardır, AB hasilini tapın. Bilirik ki, vektorlar perpendikulyardırsa, onların skalyar hasili 0-a bərabərdir. Artıq burada m-in hansı ədədi ifadə edib eləməyəcəyi bizim üçün önəmli deyil. Cavab olur C variantı. 8-də OY oxuna nəzərən simmetrikdirsə, y-i olduğu kimi saxlayırıq, x əksinə dəyişirik. Mənim nöqtəmdə x-i ifadə eləyir -4, y-i ifadə eləyir 7. Deməli, mən bunun OY oxuna nəzərən simmetrik nöqtəsini tapsam, x-in əksi -4-ün əksini götürməliyəm, y-i isə olduğu kimi saxlamalıyam. Cavab olur A variantı. Keçirik 9-cu suala. Vektorların skalyar hasilini tap. Vektorların skalyar hasilini tapdıqda A vektorundan B vektorunun x1-i x2-yə vurub, üzərinə gəlirik y1-i y2-yə vururuq. Üstəgələk z1 vur z2. Çox vaxt müstəvidə verilir, amma hazırki vektorlarda 3 koordinat olduğu üçün fəzada verilibdir. x1 bizdə -2-dir, y1 3-dür, z1 isə 5-dir. x2 4-dür, y2 1-dir, z2 də 2-dir. Gətirin yerinə qoyaq, hesablayaq. -2 vur 4, üstəgələk 3 vur 1, üstəgələk 5 vur 2. Bu eləyir 2, üstəgəl 3, üstəgəl 10. Bərabərdir. -8 daha doğrusu. Burada səhv elədik. -8. -8 üstəgəl 3, üstəgəl 10. 13, 13-dən də 8 çıxanda cavab alınır. 5 C variantı. Keçirik 10-cu suala. Vektorun uzunluğu 7-yə bərabərdir. Bilirik ki, A vektorunun uzunluğunu tapanda kök altında bütün koordinatları kvadrata yüksəldib cəmləyirik. Gəlin indi baxaq. 3 koordinatı var. Yerinə qoyub yazsaq, uzunluq 7-yə bərabərdir. Demək, 7 bərabərdir kök altında 6-nın kvadratı üstəgəl -2x-in kvadratı üstəgəl x-in kvadratına. Bunu isə aşağıda yazsaq, 36 üstəgələk 4x kvadratından x kvadratını toplasam 5x kvadratı bərabərdir 7-yə. Hər tərəfi kvadrata yüksəltsəm, kvadratla kök bir-birini aparır. Alınır 36 üstəgəl 5x kvadratı bərabərdir 49-a. Bunun davamını buradan yazıram. 5x kvadratı bərabərdir. 49-dan 36-nı çıxanda 13. X kvadratı bərabərdir. 5-də 13 alınır. X-i tapsaq kök altında 5-də 13 edir. Düzdür, variantlarda yoxdur. Bu testin variantlarından səhv olduğunu göstərir. Yekun cavab kök altında 5-də 13. Baxırıq 11-ci suala. Vektorlar kollineardır. Kollinear vektorlarda bilirik ki, nisbətlərin bərabərliyi var. Yəni, x1 koordinatının x2-yə nisbəti y1-in y2-yə nisbətinə bərabərdir. Bizim x1 4-dür, x2 12-dir. y1-imizin yerində x durur, y2 isə -15-ə bərabərdir. Bunlar ixtisar getsə 3-də 1 eləyir. Çarpaz vursaq 3x bərabərdir -15-ə, x da bərabərdir -5-ə. X-in -5 qiymətində. Gəlirik 12-ci suala. Çevrə tənlikləri üçün uyğunluğu müəyyən edin. İlk növbədə biz çevrə tənliyinin ümumi şəklini yazaq. X çıxaq a-nın kvadratı üstəgələk y çıxaq b-nin kvadratı bərabərdir r kvadratı. Gəlin mərkəzin koordinatlarını tapaq. Mərkəzdə a və b-nin yazılışının əksini götürürük. Yəni 2 3-dürsə bizim təpə nöqtəmiz -2, -3-dür. Radiusu isə tapsaq, r kvadratı bərabərdir 196-ya, r bərabərdir 14-ə. Diametri tapsaq, diametr radiusdan 2 dəfə böyükdür. 2 vur 14 eləyir 28.
Deməli, mərkəzi koordinatı -2, -3B variantı, diametri 28 yoxdur. Cavab olur birinciyə B variantı. Keçirik 2-nin koordinatlarını, mərkəzin koordinatlarını müəyyənləşdirməyə. Mərkəzin koordinatları olur 2, 3. Cavab olur A variantı. Radiusunu isə tapsaq, R kvadratı buradan yazıram. R kvadratı bərabərdir 324-ə, R bərabərdir 18-ə. D-ni də tapsaq, 2-ni 18-ə vururuq, eləyir 36. Həm də Y variantı aiddir 2-yə. Üçüncüdə isə R kvadratı 225-dir, R bərabərdir 15-ə. Diametri də tapmaq istəsək, 2-ni 15-ə vururuq, 30. Bu bizə lazım deyil, çünki bir dənə Y variantının diametri var idi. Mərkəzləri tapsaq, 2-nin əksi -2, -3-ün əksi 3, -2, 3 nöqtəsi olur D variantı. Yekun olaraq 1B, 2AY, 3D variantı. Davam edirik situasiya sualına. Sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək 13-15-ci tapşırığı yerinə yetirin. Şəkildə qırıq xətlərlə perpendikulyar kəsişən 2 yol verilibdir. Qrafik təsvirdə O nöqtəsi işıq dirəyini, deməli O nöqtəsinin koordinatları koordinat başlanğıcı olduğu üçün O-nun koordinatları 0, 0-dır, yanında qeyd elədik. A nöqtəsi marketin, B nöqtəsi məktəbin, C nöqtəsi isə avtobus dayanacağının qarşısıdır. Elmar O nöqtəsindədir. Qismət A nöqtəsində, Cavid B, Elnur isə C nöqtəsində dayanıb. Və bu nöqtələr rombun təpə nöqtələridir. Əla, yəni bütün tərəfləri bərabərdir. O nöqtəsi koordinat başlanğıcıdır, koordinatlar metrlə verilib. Deyir, qismətin dayandığı nöqtə 80, 150-dir. Bizə məsələnin bu hissəsində deyir ki, qismət A nöqtəsində dayanıb. Deməli, qismətin dayandığı nöqtənin koordinatları 80, 150-dir. Bizdən Cavid və Elnur arasındakı məsafəni istəyir. Cavid B-də dayanıb, Elnur da C-də dayanıb. Yəni, bizdən bax, buradakı məsafəni istəyir. Bunu tapmaq üçün ilk növbədə rombdan hündürlük endirərəm. Deməli, bunun x-i bura olur 80, y-i də olur 150. Yəni, hündürlük 150-yə bərabərdir. Buradan da bura qədər 80-dir. Mən bu üç bucağı kənarda çəksəm, burada düzbucaqlı üç bucaq alınıb. Onda Pifaqor teoremindən istifadə eləyib AO tərəfini tapa bilərəm. Buranı bir K ilə işarə eləsəm. Gəlin Pifaqordan istifadə eləyək. Kök altında 80-in kvadratından 150-nin kvadratını cəmləyək. Bu da bərabərdir. Çox ehtimal ki, yəqin ki, 170-in kvadratı alınacaq. Çünki Pifaqor ədədləri 8, 15, 17-dir. Buradan da alınır 170. Yəni, AO 170-dirsə, BC də romb olduğu üçün, bütün tərəflər bərabər olduğu üçün, o da 170 sm olacaq. Sonra Elnurun dayandığı C nöqtəsinin koordinatlarını tapın. Elnur C nöqtəsində dayanıbsa, baxaq məsələyə bir dənə, bunu sildik. Artıq biz BC məsafəsini 170 tapmışıq buranı. Yəni, onda rombun bütün tərəfləri bərabər olduğu üçün bu hissə də 170-ə bərabər olmalıdır. Biz bura kimi 80-ni tapmışdıq əslində. Bizdən soruşulanda C nöqtəsinin koordinatlarıdır, səhv eləmirəmsə. C nöqtəsinin x-i 0-dır, ümumi məsafə, daha doğrusu y-i 0-dır, OC məsafəsi isə 170-dir. Onda C-nin y-i 0, x-i 170-ə bərabərdir. 15-ci suala, əgər Nəsimi rombun simmetriya mərkəzi olan nöqtədə dayanıbsa, simmetriya mərkəzi rombda belə çıxır ki, diaqonalların kəsişdiyi nöqtədir. Mən rombu burada qeyd eləsəm, A, daha doğrusu O, A, B və C nöqtələri idi. Koordinatlar O-nunki 0, 0 idi. A-nınki 80, 150 idi. B-ninki alınırdı 250, 150, 250, 150. C-nin də koordinatları alınırdı 170, 0. İndi bizdən simmetriya mərkəzi deyirsə, diaqonallar kəsişir və söhbət bu ortadakı nöqtədən gedir ki, bunun koordinatlarını tapıb cəmləməliyik. Bunun üçün OB və OC diaqonalının ortasını tapa bilərik. Gəlin OB diaqonalının orta nöqtəsini tapaq. Orta nöqtəni tapanda x1 üstəgəl x2-ni 2-yə bölürük. Eyni zamanda y1 üstəgəl y2-ni 2-yə bölürük. Yəni nöqtənin, koordinatların, iki nöqtənin ortasını tapırıq.
Toplayıb yarı bölsək 0 üstəgəl 250 böl 2 bu alınır 125. O birində isə 0 üstəgələk 150 böl 2 bu da alınır 75. Deməli koordinatlarımız oldu 175, 125 və 75. Bizdən bu koordinatların cəmini istəyir. 125 ilə 75-i toplayırıq. Yekun cavab olur 200. İzlədiyiniz üçün təşəkkürlər.